Salam. Bugün isə kök mövzusunun ikinci bölməsini keçirik. Burada həqiqi üslü qüvvətə də toxunulur. Qüvvət dərsində ayrıca keçəcəyik, yəni ikinci bölməni keçəndə. Amma indi yenə də yüngülvari bir şey deyim sizə. Məsələn, müqayisələrdə nəyi bilməlisiniz? Nəyi bilməyiniz şərtdir? X üstündə 7 ilə x üstündə 9-u müqayisə edəndə həmişə x üstü 9 böyük deyil. Deyəcəm hansı hallarda x üstü 9 böyükdür, hansı hallarda x üstü 7 böyükdür. Uşaqlar, əgər x 1-dən böyük ədəddirsə, gördüyümüzü götürürük. Amma x 0 ilə 1-in arasında olan ədəddirsə, gördüyümüzün əksini götürürük. Məsələn, 8 üstü 9 böyükdür, yoxsa 8 üstündə 7? Təbii ki, 9 dəfə bir-birinə vursam daha böyük olar. Bunu götürürəm. Amma desəm 8-də 1 üstü 7 böyükdür, yoxsa 8-də 1 üstü 9? Siz yadınıza salmalısınız ki, müəllimə deyib ki, 1-dən böyük ədədlərdə gördüyümüzü götürürəm. 1-dən kiçikdə axı 8-də 1, 1-i 8 ilə yerə bölüb, görün kiçilib. 1-dən kiçik olanda gördüyümün əksini götürürəm, yəni 7-ni daha böyük götürürəm. Aydındırmı? Və bu qaydanı yadda saxlayın. 1-dən böyük olanda gördüyümüzü götürürük, əsas. 1-dən kiçik olanda gördüyümüzün əksini götürürük. Yeni qayda budur, digər qaydalar elə kökünün qaydalarıdır. Gedək elə müqayisə sualı, birinci suala. Deyir, hansı böyükdür? Üstündəki ədədlər eynidir. Mən üstə baxmıram, mən alta baxıram. Üstdəkilər zaten eynidir, yəni onun müqayisəsinə ehtiyac yoxdur. Biz aşağıları müqayisə eləməliyik. Hamısı 1-dən böyük ədədlərdir. Baxın uşaqlar. 6 da 1-dən böyükdür, 5 də 1-dən böyükdür, 9 da, 7 də, 8 də. Demək ki, gördüyümüzü götürəcəm. Hansı böyükdür? 9. Yəni 1-dən böyük ədədlərdə gördüyümüzü götürürəm. Biraz kiçildək. Aha, bir də müqayisə sualı baxmaq istəyirəm 37-yə. Çünki o da bu tip müqayisə sualı. Siz müqayisə suallarını dəqiq bilin. Aha, burada da tərsinə. Baxın görək burada nə deyir. Burada da aşağılar eynidir. Aşağılar eynidir və necədir? 1-dən kiçikdir. Sizə demişdim, 1-dən kiçik olanda tərsinə baxıram. Gördüyümü yox, əksini götürürəm. Baxın, əksini. Əksinəsinə baxacam. Böyük deyir deyə nəyin götürəcəm? Kiçiyi. Görək üstlərdən hansı kiçikdir? Bir də deyim, uşaqlar, bayaq demişdim, 1-dən kiçik olanda əsas. Mən əksini, gördüyümün tərsini götürürəm. Yəni, məndən böyük soruşursa, kiçik bir şey götürməliyəm. 1/4-mü, 1/6-mı? Görək hansı kiçikdir? Bunlardan kiçiyini tapmalıyıq. Biz bilirik ki, böyük ədədə böləndə daha kiçilir. Yəni, ən budur. 1/7-dir. Cavabımız da oldu D variantı. Bildiniz uşaqlar, nəyisə 7 yerə böləndə daha kiçilir. Bizə kiçiyini götürməliydik, ona görə götürdük D variantı. Müqayisələrdə diqqətli olun, əsasa baxın. Əsasın çox önəmi var. Digər mövzular sadədir. Getdik 3-cü suala. Davam edək. Deyir ki, 3-cü, bax uşaqlar, xırdalayıram. Bir-bir orada yazanı bölürəm. 3-cü dərəcədən 9. Uşaqlar, burada 3, burada 2. İç-içə dərəcələr görüləndə vurulur. 3-ü 2-yə vurun. 6-cı dərəcədən 3. Üstündə kub var. Üstündə kub yazıram. İndi aşağıdakini yazıram. Kök altında 3-dür. Vurulsun. Kök altının dərəcəsi 2-dir də bilirik, hə? 2-ni 3-ə vuranda içindəkinin dərəcəsi kök altında 6-dır. Burada da 3-dür. Bu da kubdur. Uşaqlar, eyni dərəcələri biz bilirik ki, eyni birləşdirib yaza bilərik. İkisində də kubdursa, kubu elə birbaş üstə yazıram. Bunlar ixtisar gedirmi? Eyni şeylərdir, ixtisar gedir. Görək nə qaldı? Üstlüyə çevirəcəm. Kök altda 3-cü dərəcədən 9-un kubu bölünsün. Kök altda 3. Amma bu da nədir? Üstündə kub. Aha, kubla bu 3-cü dərəcə ixtisar gedir, 9 qalır. Burada qalır 9 uşaqlar. Bunun dərəcəsi 2 idimi? Üstündəki üstə qalır, altdakı alta düşür. 9 üçün nə idi? Kvadratıdır. Bu da 3 üstündə 3/2-dir. Böləndə üstlər çıxılır da, bilirsiniz. Bunları bir-birindən çıxacam. 2-dən 2-də 3-ü çıxacam. Yazıram 3 üstündə 2 çıx, 2-də 3. Çıxanda kəsirlər çıxanda ortaq məxrəcə gətirilir. 2-də 4-dən 2-də 3-ü çıxıram. Baxın, 2-də 4-dən 2-də 3-ü çıxıram. Qalır 2-də 1.
Biz də bilirik ki, nəyinsə üstündə 2-də 1 nə deməkdir? Elə can qırmızı nə yazım? İxtiyar bir şeyin üstündə 2-də 1 kök altı deməkdir. Yəni kök altında 3. D variantı. Diqqətli olun. 5-ci sual. Baxın, burada da xırdalayacağım, narahat olmayın. İç-içə görürsünüzsə o dərəcələr vurulur. 5-ci suala baxın. Bu onsuz kök altı A-dır. Birincisi ilə kök altında A-dır. İkincisi amma bunun dərəcəsi 2-dir, bunun dərəcəsi 3-dür. 2-ni 3-ə vurun. Bu 6-cı dərəcədən A-dır. Yanında da 6-cı dərəcədən A var. Uşaqlar, bu 6-dır, bu 6-dır. Bəlkə bunu da 6-cı dərəcəyə gətirək. Bunun kökün dərəcəsi 2-dir də, hə? 6-ya gətirmək üçün neçəyə vururam? 3-ə vururam. Bax, bunu 6-ya gətir. Bunun dərəcəsi 2-dir. 6 eləmək üçün 3-ə vururamsa, tarazlamaq üçün bura 3 yazıram. Bura 6A, 6A. Artıq hamısını 6-cı dərəcədən köküncüsünə yaza bilərəm. A kub vur A, vur A. A-dan neçədən oldu? 5 dənə. Alındı. Yenə də uşaqlar demişdik, üstündəki üstdə qalır, kök altının dərəcəsi altda qalır. Aydındırmı? Sonra 7-ci sual. Deyir ki, bunun qiymətini tapın. Hə, bunu sadəcə işarəyə görə sizə vermişik ki, işarədə problem olanlar tutsun. Tək dərəcədirsə ixtisar gedir, nə qalır? -5 qalır. Cüt dərəcədirsə ixtisar gedəndə nə də qalır? Modulda qalır. Aha, mötərizənin içində deyəm, mötərizənin içində saxlayıram. Vurulsun. Kök altında 3-cü dərəcədən uşaqlar vurulanda üstlər nə olur? Toplanılır. 4-də 1-in üstünə -4-də 9 gəlirəm. Burada alınır -5. Modul qiymətdirsə onu müsbətləşdirir. Müsbət 8 eləyir. 4-də 1-dən 4-də 9-u çıxanda -4-də 8. Uşaqlar, həmişə birinci 8-dən 5-i çıxın. 3, kök altında, 3 üstündə 8-i 4-ə bölündü 2, -2. Aha, bunu demişdim. Ədədin üstündə mənfi görmək, bu 1 böl müsbəti yazmaq deməkdir. Yəni, baxın, bu mənfini görmədən gəlin. 3-ün kvadratı. 1 böl müsbəti, bax yazıram, 1 böl müsbət. Ədədin üstündə mənfi bir şey görürsünüzsə, 1 böl həmin şeyin müsbəti. Bərabərdir. 3 vur, kök altında 9-da 1. Uşaqlar, 1-in istənilən bir şeyi 1-dir. Yəni, 1-i istənilən dərəcədə kökə salsaz da 1-dir, qüvvətə qaldırsaz da 1-dir. Kök altında 9-dan nə çıxır? 3. Məxrəci yoxdur deyə 1 yazıram. İxtisar gedir, cavab nə qalır? 1. 7-ci sualın cavabı 1. Sonra sizlə baxaq 13-cü suala. Çox vacib sualdır. Bir ara hər buraxılışa salırdılar. İndi bir daha baxın görüm. 4-cü dərəcə deyil. Hər bir şeyi 4-cü dərəcə ilə ifadə eləməyə çalışacağam. 13-cü sual. Deyir A mənfidir. Mənfi yazıram. Sıfırdan kiçik böyük yazıb özünüzü çaşdırmayın. Hər şeyi 4-cü dərəcəyə gətirəcəm. 16-nı nə yazaram? 2 üstü 4. 4-ə gətirirəm. A üstü 6-nı nə yazaram? Gözləyin bunu uzadım. Çünki uzanacaq. A üstü 6-nı nə yazaram? 4-ə gətirin. A üstü 4 vur A-nın kvadratı. B üstü 5-i nə yazaram? B üstü 4 vur B. Bildiniz? Hamısını 4-ə gətirdim. İndi 4-lər bir-bir ixtisar gedəcək. 2 üstü 4-lər ixtisar gedəcək, 2 çıxacaq. A üstü 4-lər ixtisar gedəcək, A çıxacaq. B üstü 4-lər ixtisar gedəcək, B çıxacaq. Amma 4-cü dərəcədən kökün içindən bunlar kiçikdir deyə çıxa bilmir. 4 və 4-dən böyüklər çıxır, amma digərləri qalır. A kvadratla B içəridə qalacaq. İndi çox vacib nüans deyirəm. Uşaqlar, mənfi ifadə kökün içinə girəndə də, kökdən çıxanda da mənfisini kökün qabağında qoyur. Bir də deyirəm. Mənfi ifadə kökün içinə girəndə, məsələn, bir də baxın. Sağda yazacağım. Elə Word-dəymiş. Həm Word-də yazmaq istəyirdim. Yaxşı, burada yazım. Tutaq ki, uşaqlar, mənfi 3-dür. Kökün içinə salmaq istəyirəm. Normalda kökün dərəcəsi 2-dir deyə kvadrata qaldıracağım. Mənfi 3-ün kvadratı neçədir? 9. Amma mənfidir deyə mənfisini neyniyir? Kökün qabağında qoyur. İstənilən mənfi ifadə kökün içinə girəndə mənfisini kökün qabağında buraxır. İndi davam eləyək. A mənfidirsə nə olacaq? Mənfisini kökün qabağında qoymalıydı. Yəni cavab mənfi 2AB 4-cü dərəcədən A kvadrat B-dir variantı. Sonra 19-cu sual.
burada müxtəsər vurma düsturudur. Kim unudubsa xatırlatsın. Üst-üstə dərəcələr vurulur. A çıx B, A üstə gəl B. Həmişə fərqə baxıb fərqi kvadrata qaldırıram. Çöçaqda 3-ün kvadratı 3-dür. Çöçaqda 5-in kvadratı 5-dir. 3-dən 5-i çıxanda mənfi 2 eləyir. Bayaq da dedik, mənfi görmək 1 böl həmin şeyin müsbətini yazmaq deməkdir. 1 böl 25. Cavab olur elə 1 böl 25 Y variantı. Sonra baxa bilərik məsələn. 37 dedik 43. Görək bunu necə eləyə bilirsinizmi? Müqayisə edin deyir. Bayaq belə bir şey dedik. 5, 3, 15. Niyə hamısını 15-ə gətirməyək? Hamısını 15-ə gətirək də. Gəlir də. Əkubə bu kimi. 43-cü sual. Bunu 15 eləyəndə 3-ə vurdum. 3-ə vurdumsa bura 3 yazıram. Bunu 15 eləyəndə 5-ə vurdum. 5-ə vurdumsa bura 5 yazıram. C ilə özü 15-dir. 250. 6-nın kubu vursaz 6 vur, 6 vur, 6. Yəni 6-nı 3 dəfə bir-birinə vuranda 216. 3-ü 5 dəfə bir-birinə vuranda, uşaqlar, qorxmayın, nəysə vurmaqdan. 9 vur 9, 81, 81-i 3-ə vuranda 243. Bu elə 250 özüdür, 15-ci dərəcədəndir. İndi müqayisə eləyək. Ən böyük təbii ki 250-dir, sonra 243-dür, sonra 216-dır. Niyə belə rahat müqayisə elədim? Çünki köklərin dərəcəsi eynidir. Dərəcə eyni olanda rahat müqayisə eləmək olur. C hamısından böyükdür, D variantı. Sonra baxaq 46-cı suala. Mənası var sualları düşür. Görək uşaq, yəni dəyişən mümkün qiymətlərini tapa bilirmi? 3-də 1, belə bir sizə qayda demişdik. Kəsr üstlü ifadə mənfi ola bilməz. Uşaqlar, hansı ifadənin üstündə kəsir görürsünüz də? 3-də 1 kəsirdir, kəsirdir. Mənfi 3-də 1 kəsirdir, kəsirdir. Necə ola bilməz? Mənfi ola bilməz. Qətiyyən ola bilməz. Mənfi olmursa nə olur? Ya müsbət, ya da 0. Ona görə uşaqlar, baxın, istəyirsiniz bura köçürüm. Baxın, üstündə kəsir görəmsə bu ifadə mənfi olmur. Mənfi olmursa nə olur? Ya 0, ya da 0-dan böyük olur. Tapırıq ki, A 2-dən böyük qiymətləri alır. İndi ikincisini həll edək. Yenə üstündə kəsir görəm, amma mənfi də görəm. Demişdik, ədədin üstündə mənfi 1 böl həmin şeyin müsbəti deməkdir. Yəni, müsbət 3-də 1. Biz də demişdik ki, ədədin üstündə kəsir görürüksə, o nə ola bilər? Mənfi ola bilməz. Mənfi deyilsə, ya 0-dır, ya da 0-dan böyükdür. Amma riyaziyyatda bu məxrəcdədir. Məxrəc 0 ola bilər, yəni 0-a bölə bilərəm. Xeyr, ona görə 0-ı silirəm. Bir də deyirəm, məxrəc 0 ola bilməz. Normalda kəsir üstlü ifadə 0-ı alır. Amma məxrəcdədir deyə 0-ı almır. İndi bunu həll eləyək. Mənfi A böyükdür. Bu oyuna keçəndə olur mənfi 7. Mənfiyə böləndə belə qalır. Olur 7-dən kiçik. Bir dəqiqə uşaqlar, elə gözlə görünür də. 2-dən böyük, 7-dən kiçik. 2-ni alır. 2, 3, 4, 5, 6. Amma deyir 7-dən kiçik olsun bunlar. Deyir bu qiymətlərin cəmini tapı cəmliyində. 5, 4, 5, 5, 10, o da 10, 20. Diqqətli olun. Sonra baxaq sizdən 47-ci suala. Belə şeylər çox düşür. Deyir ki, kök altında 2 vurulsun, kök altında bir dənə də ifadə var. 7 üstə gəl 4 dənə kök 3. Üstə gəl 7 çıx kök 3. Görək nə edirik. Mən sizə demişdim ki, kökün içində bir dənə də kök görəndə orada kvadrat düsturu olur. Üst ədəd də burada görürsünüzsə. İstəyirsiniz qaydanı göstərmişsin. Yadınıza salaq qaydanı. Bu qaydadır. Bu qayda. Burada cüt ədəd böyüdüm. Burada cüt ədəd görürsünüzsə Viet teoremidir. Hasilin bura yazıram, cəmin bura yazıram. Daha doğrusu hasili budur, cəmi budur. Fikirləşdik ki, hansı ədədlərdir ki, vuranda 3 eləyir, toplayanda 4 eləyir. Təbii ki, 3 ilə 1. Gəl, indi burada onu xırdalayaq. Yenə, biz dedik ki, qabaqda 2 olmalıdır. Bunu 2 eləmək üçün 4-ü nə yazacağım? 2 vur 2. Axı, qabaqda 2 olmalıdır, 4 yox. 2 vur 2 yazıram. Qabaqda təkcə 2 qalmalıdır. Bu 2-ni kökün içinə salıram.
Olur kök altında 2 vur. Burada təkcə 2 qalır. 2 kökün içinə girəndə 4 olur. 4-ü 3-ə vuranda 12. İndi düşünək. Nəyi nəyə vuranda 12 eləyir, toplayanda 7 eləyir, 4 ilə 3. Həmişə demişəm birinci böyük yazın 4. İndi yazıram kök altında 2 vur. Bura deməli nə oldu? Kök 4 üstə gəl kök 3. Baba, bura bu ifadənin cavabı oldu kök 4 üstə gəl kök 3. Çünki kökün içindədir deyə biz 4 ilə 3 yaza bilmərik. Kök 4 üstə gəl kök 3 yazırıq. Çünki burada da üstə gəldi. Çıx olsaydı çıx yazardım. Üstə gəl 7 çıx kök 3. Həll edirəm. Hələ də həll edirik. Kök altda 4-dən nə çıxır? 2. Amma kök altda 3-dən heç nə çıxmır. Üstə gəl 7 çıx kök 3. 2-ni vururam. 2-ni 2-yə vuranda neçə eləyir? 4. Mötərizə görürsə mötərizəyə vurulmalıdır. 2-ni kök 3-ə vuranda nə eləyir? 2 kök 3. Hə, yenə bayaqki qaydadır. Kökün içində kök görüb qarşısında 2 görəmsə, nəyi nəyə vuranda 3 eləyir, toplayanda 4 eləyir. 3-dən 1-i. Kökün içindədir deyə necə yazıram? Kök 3-dən kök 1. Üstə gəldi deyə də üstə gəl yazdım. Bu qaydanı əzbərləyin uşaqlar. Bu qaydanı əzbərləyin. Göyə çevirdim. Kök 3-dən kök 1 üstə gəldi deyə üstə gəl yazdım. Üstə gəl 7 çıx kök 3. İstəyirsiniz qırmızı ilə davam edin, gözünüz qarışmasın. Kök 3-lər gedirmi? Qalır kök 1 üstə gəl 7. Kök 1 kökün içinə girsə də, qüvvətə qalxsa da həmişə 1-dir, 7 də 7-dir. 1 ilə 7-ni toplayanda 8. Görün anladınızmı? 47-də A variantı. Diqqətli olun. 48 ilə 49-da deyəcəm. Çünki bəzən kommentlərə yazırsınız ki, çətin suallarda deyin. Yaxşı. 48. Deyir 3-cü dərəcədən 2 üstə gəl kök 5. Üstə gəl 3-cü dərəcədən 2 çıx kök 5. Hə, uşaqlar, 3-cü dərəcə görəmsə, yox eləmək üçün kuba qaldırmalıyam. Deməli, cəmin kub düsturunu gəlin hələ birinci yazaq sonra. Bax, A üstə gəl B verilmiş ifadədir. Mən bunu kuba qaldırsam, bilirəm ki, bu 3-lər gedəcək. Birinci kub düsturunu yadımıza salaq. A kub üstə gəl 3A kvadrat B üstə gəl 3AB kvadrat plus B kub. Düzdür? Bir dəqiqə, burada 3AB-ni ortaq çıxara bilərəm. Yəni, mən bu düsturu. 3AB-ni ortaq çıxarıb da. 3AB-ni çıxaranda burada bir dənə A qalır, burada bir dənə B qalır. Bu da B-nin kubu yerində qalır. Aha, bu düsturdan açıram indi. Verilən ifadəni kuba qaldıram. Verilən ifadə x deyim. Uşaqlar, baxın, 48-dəki ifadə x deyirəm. X-i kuba qaldırıb yazaq. Yazıram. X-in kubu bərabərdir. Birincinin kubu, birincini köçürürəm. 3-cü dərəcədən 2 üstə gəl kök 5-in kubu. Üstə gəl 3 vur bu ikisinin hasili. Yəni 3-cü dərəcədən 2 üstə gəl kök 5 ilə 3-cü dərəcədən 2 çıx kök 5-in hasili. Vurulsun. Uşaqlar, A üstə gəl B. Bir də baxın, verilən ifadədir də, hə? A üstə gəl B. Yəni x. Verilən ifadə x demişdik. Aha, üstə gəl B-nin kubu, yəni sonuncunun 3-cü dərəcədən 2 çıx kök 5-in kubu. Biraz balaca açdım ki, daha rahat düşürəsiniz. 3-cü dərəcədən 2 çıx kök 5-in kubu. Balaca aşağıda donur deyə. Özünə gəlsin yazacağım. Aha, bu üstə gəldi. Bunu unutmayın. Belə. İndi bizə verilən ifadənin kubu bərabərdir. Bir dəqiqə, kublar ixtisar gedir. 3-cü dərəcə ilə kub ixtisar gedir. Qalır 2 üstə gəl kök 5. Üstə gəl 3 vurulsun. Eyni dərəcədirsə bir dənə kökün içində yazıram. A üstə gəl B-ni A çıx B-yə vuranda A kvadrat çıx B kvadrat eləyir. Həmişə çıxa baxıram. 2-nin kvadratı çıx kök 5-in kvadratı. Vur x. Üstə gəl. Yenə kublar ixtisar gedir. Qalır 2 çıx kök 5. Alınır x-in kubu bərabərdir. Bir dəqiqə, kök 5-lər ixtisar getdi. 2 ilə 2-ni toplayanda 4 alındı. Üstə gəl, 3 vur. Bu 4-dən 5-i çıxanda -1. 3-cü dərəcədən -1 vur x. Biz də bilirik ki, x-in kubu bərabərdir.
Bir dəqiqə, necə deyirdi, 1-i istənilən dərəcədən kökə salanda -1 eləyir. Eləcə də -1-i neynəsən, o da -1-dir. Təbii ki, cüt dərəcə olmamalıdır. Çünki cüt dərəcənin içi mənfi olmur. Bu da -1-dir. Yəni -1-i 3 dəfə bir-birinə vursam -1 eləyər. -1-i 3-ə vuranda -3 x. Belə bir ifadə aldıq. X-ları bir tərəfə yığsam, x-in kubu üstə gəl 3x bərabər 4. Misal uzaqdan baxırsınız. X-in qiyməti çox rahatlıqla görünür ki, nədir? 1. Uşaqlar, 1-in üstünə 3 vur, 1 gələndə 4 eləyir də. Yəni, x-in qiyməti nədir? 1. Bizdə soruşulan ifadəyə x demişdik. Yəni, cavabı neçə oldu? 1. Ümumiyyətlə, deyirsiniz ki, mənə birdən bir ağlıma gəlmədi. Onu neyniyim? Çox hədlilərdə vuruqları ayıra bilmirsinizsə, diskriminant tapa bilmirsinizsə, Viet teoremini edə bilmirsinizsə, axı kubdur, mən bunları necə edim? Edə bilmirəmsə, mütləq sərbəst həddin vuruqlarındandır. 4 1-ə bölünür, 2-yə bölünür, bir də 4-ə bölünür. Bir də bunların mənfisinə bölünür. Yəni, kök mütləq bunlardan biri idi. Bir-bir yoxlamalıydınız ki, hansını bunun yerinə qoyanda ifadənin cavabı 4 olur. Elə birincini yoxlayanda görürsünüz ki, x-in yerinə 1 qoysam, ifadənin cavabı 4 olacaq. Yəni, kökümüz neçədir? 1-dir. Belə. Cavab mütləq, yəni 1, 2, 4-dən, bir də -1, -2, -4-dən 1 olmalıydı. Baxaq 51-ə. 51 tipli də bayaq dedik, amma yüngül var, yəqin fərqli bir şey var. Bir də 54. 51, 54. Deyir, A-nın hansı ən kiçik natural qiymətində bu ifadənin mənası var. Bayaq dedik, ədədin üstündə mənfi görürəmsə 1 bölü müsbətini yazıram. Kəsr üslü ifadə mənfi ola bilməz. Mənfi ola bilməzsə, bu ifadəni mənfi deyilsə uşaqlar ya müsbətdir, ya da sıfırdır. Amma riyaziyyatda sıfıra bölmək olmaz. Yəni, ona görə sıfırda deyil, mütləq müsbətdir. Viet teoremindən görə tapa bilirikmi? Nəyi nəyə vuranda -8 eləyir, toplayanda 7 eləyir. Aha, görünür. 8-dən -1. Vuranda baxın, -8-dir, toplayanda da 7-dir. Amma bərabərsizlik görürəmsə, neynirəm? Ədəd oxu çəkirəm. Birinci balaca kökü qeyd edirəm, sonra böyük kökü qeyd edirəm. İfadə müsbətlə başlayır deyə müsbət, mənfi, müsbət. Bizdən müsbət aralıq istəyir deyə müsbət aralıqları cavab götürürəm. Bir -1-dən mənfi sonsuzluğa, elə aşağısından yazacağam. Kiçildim yazım. Bir -1-dən mənfi sonsuzluğa. Bir də 8-dən müsbət sonsuzluğa. Bizə deyir ki, ən kiçik natural qiymət. Natural qiymətlər neçədən başlayır uşaqlar? 1-dən başlayır da. Hə? Deməli, bu hissəyə baxmıram, çünki natural deyil. Deyir, natural qiymətlərin arasından ən kiçiyini tap. Deməli, natural qiymətlər buradadır. 8-dən böyük var 9, 10, 11, müsbət sonsuzluğa qədər gedir də. Deyir, bunların arasından ən kiçiyi təbii ki 9. Diqqətli olun. Burada natural söhbətinə görə izah eləmişəm. Sualı 54. 54 amma həqiqətən maraqlıdır. OTK-nın 20 testinin içində nə qədər sual var? Buraxılışa da düşən sualdır. 54. Kvadrata qaldırıb, tək dərəcədə kuba qaldırıb. Uşaqlar, burada cüt dərəcə görürəm. Deyirsiniz ki, mənimlə burada da görürsünüz cüt dərəcə. Xeyr, burada onsuz kvadrata qaldırıb. Kvadrata qaldırılan hər bir şey necə olur? Onsuz müsbətləşir. Tək dərəcənin içi onsuz bütün qiymətləri alır. Yəni, bunların içinə baxmıram. Bunun içi onsuz müsbətdir. Amma buna şərt verirəm. Çünki, baxın, uşaqlar, 4-cü dərəcədən kökdür. Biz də bilirik ki, cüt dərəcədən kökün içi necə olmalıdır? Ya 0 ya da müsbət. Yəni, mənfi ola bilməz. Ona görə 3 çıx A-nı 0 və ya müsbət edirəm. Mənfi A böyük bərabər olur -3-dən. Hər tərəfi mənfiyə vuranda işarə dəyişir. Olur 3-dən kiçik. Aha, tapdıq 3-dən kiçik. A 3-dən kiçik ədədlərdir. Bir-bir həll eləyək. Cüt dərəcə ixtisar gedəndə çıxır modulda. Burada çıxır A çıx 4. Üstə gəl. Tək dərəcə ilə özü olduğu kimi çıxır 2A çıx 5. Burada uşaqlar, bu da elə 3 çıxa. 4-cü ixtisar gedir 3 çıxa.
Bu da moduldadır. Əslində 4-cü dərəcədən kök hər şeyi müsbətləşdirir. Modul demək, elə 3 çıxar. İndi bura baxaq. 3 və 3-dən kiçik ədədi, bir də elə 3-ü götürək, hə? 3 və 3-dən kiçik ədəd deyir, 3 götürək. Bura qoysam, bir dənə modul buradır da, burada yerinə qoymalıyam. 3-ü bura qoysam mənfi eləyir. Mənfi eləyəndə yerini dəyişib çıxaram, 4 çıxır. Uşaqlar, mənfi A, mənfi A eləyir, mənfi 2A. 2A ilə də mənfi 2A əks ədədlərdir. Əks ədədləri toplayanda 0 eləyir. 4 çıx 5 eləyir, mənfi 1. Mənfi 1-in üstünə 3 gələndə 2. Aydındırmı? Bu suallarda diqqətli olun. Ümumiyyətlə, bu qaydaların hamısını bilsəydiniz, qaydaları bir dəfə də göstərirəm. Birinci bölmədə göstərmişdim deyə bir dəfə göstərmədim. Bu qaydaları dəqiqliklə bilsəz, hamısını. Baxın, kök 2, kök 3-ün təxmin qiymətini bilsəz, cüt dərəcənin köküncü müsbət olur, tək dərəcənin hər bir şey olur. Cüt dərəcə modulda çıxır, tək dərəcə özü çıxır. Məxrəcdə kök gördüm qoşmasına vurmalıyam. Kökün 8 dənə xassəsini bilsəz, iç-içə köklər vurulur. İxtiyari kökün dərəcəsi 2-də 1-dir. Yəni ikinci dərəcənin kökün dərəcəsi. Və bu ən vacib. Kökün içində kök görürsünüz və qabağında cüt ədəd görürsünüzsə, deməli düsturdur. 7-ci qayda ehtiyac yoxdur. Güvənin qaydasıdır. Diminotekanın qaydası deyil. Bu qədər. Bunları bilsəz yaxşı olacaq. Uğurlar.